Herkese salam, birlikte Öğrenci kanalına hoş gelmişsiniz. Bugün sizlerle birlikte sayfa 8 fizika dersinde sayfa ders 3.1 bərk təzyiqində olan sayfa 74'te olan tapşırıqları birlikte nəzərə yetirəcək. Öğrendiklərinizi tətbiq edin. Nicat əvvəlcə iki eyni kərpicdən biri süngərin, daha sonra ikinci kərpici birinci kərpinin üzərinə şəkildəki kimi yerləşdirib. A. İkinci çərpici birincinin üzərinə yerləşdirdikdə süngərə təsir edən qüvvə və süngərin səthinə edilən təzyiq necə dəyişər? Bunu sizin üçün yazdım. Demək, öyrəndiklərinizi tətbiq edin məsələsinin birinci sualında A variantı belə həll olunur. B variantı ikinci kərpici birincinin üzərinə şaqil deyil üfüqi yerləşdirdikdə süngərə təsir edən qüvvəsi və səthə edilən təzyiq dəyişərmi? Xeyr, dəyişməz. 2. Nə üçün dəmiryol reysləri beton blokları üzərindən qurulur? Çünki səthin sahəsi artırılır və reyslərin ağırlıq nəticəsində yerə batmasına mane olur. Keçək öyrəndiklərinizi yoxlayın. 1. Kütləsi 60 kiloqram, ayaqqabısının bir tane sahəsi 200 cm kvadratı olan şagird döşəməyə göstərdiyi təzyiq neçə kilopaskaldır? Bunu sizin üçün həll edək. Öyrəndiklərinizi yoxlayın tapşırığın birinci məsələsi. Baxın, belə yazılır. İkinci, şəkildə poladdan hazırlanmış müxtəlif fəza fiqurları göstərir. Hansı fiqurların səthə təzyiqi onların masaya necə qoyulmasına asılıdır? Əlbəttə ki, konusun, çünki başı və alt hissəsi fərqlidir. Sağ olun, salamat qalın.